Hər kəsə salam YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Uzun müddət idi ki, vloq paylaşmırdım sizinlə. Bir ara vəziyyəti düzəltmişdim. Bir gündən bir, 2 gündən bir vloqlar paylaşırdım. Tez-tez yəni paylaşımlar edirdim. Amma indi biraz ara verdim. Ara verməyimin səbəbi də ki, açığı maraqlı bir şeylər olmadı ki, çəkim. Yəni adi günlər idi. İşə gedib gəlirdim, evdə olurdum. Vəssalam belə. Bir də ki, havalarda biraz qəribəkeşdir qızlar. Yəni bilmirəm, yəni şəhərdə olanlarınız varsa, Bakıdakı havanı nəzərdə tuturam ki, yəni çox küləkli keçdi. Elə bu külək olduğu vaxtda da elə ancaq evlə məşğul olduqda demək olar ki, hər gün bu ev süpürülürdü, silinirdi. Yəni belə rutin işlər. Artıq bu gündən də məzuniyyətdəyəm. 3 avqust tarixindən artıq məzuniyyətdəyəm. Keçən həftənin 5-ci günü son günüm idi. Biri ikisi də 6 bazara düşürdü. Ona görə də ayın 3-dən məzuniyyətimi yazmışdım. Yəni bu gündən məzuniyyətimi yazmışam. Deməli, məzuniyyətimin ilk günüdür qızlar. Səhər durmuşam. Fikirləşirəm ki, nə edim mən? Yəni normalda elə bil ki, bədənim həftə içi bu vaxtı işdə olmağa alışıb da, sanki yəni elə hiss elədim. Yəni istər-istəməz saata baxıram, deyirəm ki, aha bu vaxtı işə çatmış olmalıydım. Bu vaxtı falan şey eləmiş olmalıydım. Yəqin ki 1-2 gün belə olacaq. İşləyənlər məni başa düşər. Yəqin ki 1-2 gün belə olacaq. Sonra yavaş-yavaş alışacağam. Daha sonra da işə çıxanda çətinlik olacaq. Düzdür, işə çıxma anında da bəzi bəlkə dəyişikliklər oldu. İndi yaşayacağıq, görəcəyik. Təbii ki bu barədə də sizinlə paylaşım eləyəcəm. Çünki başqa planlarım var, amma öncədən demək istəmirəm. Nəysə ki, hələ ki məzuniyyətdəyəm, məzuniyyətimin dadını çıxartmaq istəyirəm. Deməli, bugün günə başladım nə ilə? Əslində günə çoxdan başlamışam qızlar. Sadəcə olaraq bu gördüyünüz hissə mənim günümün başlanğıcıdır. Uşaqları mamamgilə yola salmışam. Belə ki, Uğurun həftənin birinci günləri şəhərdə hazırlıqları olurdu. Rus dili, daha sonra riyaziyyat və ingilis dilindən kursu olurdu. Yəni həftənin birinci 5-ci günləri. Biz işə gedəndə özümüz aparırdıq da Uğuru. Axşamda mən götürüb gəlirdim. Bugün həftənin birinci günüdür. Yəni dərsinin olan vaxtı idi. Səhər atası durdu, onu apardı məktəbə. Axşam da Mehrinin müəlliməsi, gimnastika müəlliməsi yazmışdı ki, bugün üçün məşq olmayacaq. Əslində yəni həftənin birinci günü Mehrinin məşq olmalıydı. Səhər durdum, Mehrin də durmuşdu. Dedim nənəgilə getmək istəyirsənmi? Sağ olsun, o da dedi ki, hə, getmək istəyirəm. İnansız qızlar, yəni mənim üçün elə bir bonus oldu da. Yəni uşaqlar da getdi, təmiz gün mənim özümə qaldı. Uğur onsuz da gedəsi idi, axşama qədər şəhərdə olası idi. Nəsə Mehrin də getmək istədi, uşaqlar yoxdur, indi təkəm, tək başınayam, görüm nə eləyirəm. Bugünü sizinlə çəkib paylaşacağım. Belə deyim də, ancaq demək olar ki, istirahət olacaq da, yəni əlavə bir iş falan bir şey görmək fikrim yoxdur. Qızlar, keçən səfər də paylaşmışdım sizinlə, bilmirəm daha doğrusu paylaşmışam yoxsa yox, bəlkə də yanlışlıq eləyərəm. Fazilitanın və qızlarına başlamışam, ona baxıram. Bilmirəm aranızda baxanlar olub yoxsa yox, amma mən bu serialı sevirəm. Düzdür, belə çox da baxmıram, amma ki, yəni bir dəfə televiziyada veriləndə baxmışdım. Bu da ikinci səfərdir ki, açdım, baxdım. Düzdür, biraz belə dram seriallarından falan qaçmaq istəyirəm. Yenilərə ümumiyyətlə baxmıram. Bir ara Halifə baxırdım, onu da şükür ki, tərk etdim, artıq baxmıram. Yəni sezona da çıxıblar. Sezondan öncəki 2-3 seriyasına artıq baxmamışdım. Bundan sonra da yəni baxmaq fikrim yoxdur. Sadəcə olaraq yaydır, yəni evdəyəm, vaxtın keçməsi üçün. Açdım elə buna başladım. İşdə olandan artıq başlamışdım. Gördüyünüz kimi 22-ci seriya başladı. Ümumilikdə 50 seriyadan ibarətdir. Yəni gün ərzində vaxtım, imkanım olduqca da baxacağam. İndi də çayımı süzmüşəm. Düzdür, istidir, adam çay içmək istəmir. Düzdür, bəziləri deyir ki, mən çay içəndə sərinləyirəm, amma mən o şəxslərdən deyiləm qızlar. Çay ümumiyyətlə elə də çox sevmirəm. Nəysə ki, çayımı süzdüm. Bugünümü planlamağa çalışıram. Səhər durdum, yəni uşaqlar çay çörək yedilər, yoldaşım işə getdi, onlar da apardı, qoydu, bayaq dediyim kimi. Sonra qalxdım yuxarı, yerlərimizi falan yığdım. Aşağıda bir-iki işlər var idi, onları gördüm. Daha sonra paltarlar var idi, onları atdım maşına. Yaydı, bilirsiniz ki, paltarları saxlamaq olmur, çünki istər-istəməz tez-tez dəyişilir. Hava da yaxşıdır, çox belə dəhşət isti də deyil, yəni sərin də deyil, normaldır, biraz meh var. Mən də elə burada pəncərənin yanında oturmuşam. Bu pəncərə ilə aşağıda dəhlizin pəncərəsi elə bir ki, belə skvozyak eləyir də, rusca deyim, cəryan eləyir, yaxşı sərinlik verir. Ona görə burada oturdum, biraz serialdan baxım, sonra durum görüm nə eləyəcəm. Paltarlar quruyar, daha doğrusu qutarar, onları aparıb sərərəm. Yeməyimiz var, axşam makaron bişirmişdim. Gün ortamız üçün yeməyimiz var, yəni qaynanamla ikimizik hal-hazırda evdə. Nəysə ki, görüm indi gün nə göstərəcək, nələr etsəm hamısını çəkib paylaşacağım. Qızlar, keçən səfər vloqların birində göstərmişdim sizə yeni hobbimi, belə deyim, sizə tanıtmışdım. Yeni hobbim də nə idi? Bu legoların yığılması idi.
İlk olarak bundan başlamışdım. Bunu yığmışdım. Yuxarıda kitabxanama qoymuşam. Geçen səfər qızlar bunu aldım, yığdım. Bunu aldım. Yəni bunların 6-sını da tamamlamaq fikrim var idi. Bunu alanda bu birisilərin heç biri yox idi, görməmişdim. Bu arada Sevinç Mallda, Qaraqarayev metro stansiyasının yaxınlığında yerləşir. Sevinç Mallda Rebus mağazası var, oradan almışım. Qiyməti də 1 manat olur qızlar. Əslində 6 üstü uşaqlar üçündür, 107 ədəddir içində. Yəni uşaq üçündür təbii ki, amma mən özüm yığıram, mənə çox xoş təsir bağışlayır da, yəni əsəblərimi sakitləşdirir, belə deyim. Yəni bunu aldım, sonra bunu aldım. Yəni bunların hamısını kolleksiya formasında yığmaq fikrim var və hamısını almışam qızlar. İndi hal-hazırda tökdüyüm, açdığım budur. Qarşısından da görürsüz. Burada rəngi belə narıncı rəngdir, amma detallar belə sanki belə nətər deyim, korичневый rəngə oxşadı da. Hətta dırnağım da qırmızı rəngdə seçilir. Fikir verirsiniz. Yəni gözlədiyim rəng çıxmadı. Mən düşünürdüm ki, belə rəng çıxacaq, amma çıxmadı. Nəysə, indi bunu yığıram. Bunu da almışam, bunu da almışam, bunu da almışam. Bu üçü də yuxarıdadır. Bir dənə də başqa bir legom var. Onları da yığacağam. Vaxtım olduqca, imkanım olduqca yığacağam. Amma bunlar çox qəşəngdir. Bu ikisi də çox qəşəngdir. İndi bunu başlamışam. Gövdə hissəsini, bu dibçə hissəsini yığmışam. Belə. İndi üst hissəsini yığacağam. Sadədir. Bunu yığmaq sadədir. Adətən mən Lego sevmirdim qızlar. O vaxtda Uğura belə alırdıq. Maşın falan bu formada olan, oğlan üçün olan. Alırdıq, atası ilə yığırdı. Mən elə çox maraq göstərmirdim. Amma indi daha çox belə bu gül Legoları çıxandan bəri maraq göstərirəm. Arada deyirəm ki, puzzle da alaram, yığaram. Çünki onlar düşünürəm ki, belə şeylər sırf insanı türklər deməli buna odaqlayır da. Yəni konkret olaraq buna yönləndirir. Ancaq bununla şey olursan, məşğul olursan, başqa heç nə fikirləşmirsən. Adi məsəl üçün televiziyaya baxanda da bəzən insan və fikri yayınır, başqa şeylər düşünməyə başlayır, hansısa problemləri düşünməyə başlayır. Amma ki, bunu eləyəndə sırf bunu yığmaqdır da, yəni məqsəd. Artıq düşünürsən ki, nəyi necə qoymalıyam, nətər verir. Yəni mənə nə bilim, bəlkə də kimlərinsə xoş gəlmir, amma mənə çox yaxşı təsir edir. İndi bunu yığacağam. Hə, qızlar, qurtardım. Gülü yığdım, qurtardım. Düz istədiyim rəng olmadı. Amma qurtardım. Burasını da yığmışam. Son olaraq da bunu bura taxacağam. Vəssalam. Belə. Bu da yeni Legom. Düzəltdiyim Legonu gətirdim. Onu da qoyum bura. Belə. Bu gülü də o gün Mehrim mənə düzəldib qızlar. Belə özü də əl işi kimi düzəldibdir. Bu da digəridir. Bayaq dedim, keçən səfər almışdım, düzəltmişdim. Bu da o birisidir. Digərlər də buradadır. Aldıqlarım bu belə olan. Bu budur. Qiyməti üstünə yapışdırıblar deyə tam görsənmir. Bir də bu sarı. Bundan.
İndi növbəti dəfələrdə də bunları düzəldəcəm. Bir dənə də beləsini almışam qızlar. Bu deyəsən hamısı belə içində belə olmalıdır. Dəqiq bilmirəm. İndi açıb heç baxmamışam. Tam belə anlamadım da. Bir dənəsi də yadınızdadırsa keçən səfər qurmuşduq. Güldanın içinə qoymuşam. Güldan sadəcə olaraq hardadır bilmirəm. Hə, bu tərəfdədir. Bura qoymuşam. Güldanı bir anlıq tapa bilmədim. Belə bunların özlərinin qabı yoxdur da, yəni belə düz olur, budaqları olur. Bu da onlardandır. Bunlara uyğun bir dənə balaca güldan alacağım. Bunları qoyum. Mənim üçün yaxşı məşğuliyyətdir qızlar, sevirəm. Bir müddətlik də olsa adam başını qatır. Bir də belə o gündən özümə mandala aldım rəngləmək üçün. Düzdür, bilmirəm, hövsələm çatıb rəngləyəcəm, yoxsa rəngləməyəcəm. Bu formadadır. İndi seçərəm. Biraz belə yüngül olanları rəngləyərəm. Qaraevdə bookshop mağazasından almışdım. 1 manat 50 qəpiyə. Bunu da bura qoymuşum ki, gözümün qarşısında olsun, yadıma düşsün. Bu arada bu yorğanları da yolmaya verməliydim. Qızlar hələ də verməmişəm. Qalıb buradadılar. Keçək uşaqların otağına qızlar. Deməli, vlog paylaşmadığım müddətdə bizdə bəzi dəyişikliklər oldu. O da nə dəyişikliklərdir? Deməli, uşaqları hər ikisini pianoya yazdırmışam. Həftənin 6-cı və bazar günü hərəsi 1 saat olmaq şərti ilə pianoya gedirlər. Uğur da çox maraq göstərirdi. Mehrini onsuz da nəzərimdə tutmuşdum ki, göndərəcəkdim. Uğur da maraq göstərirdi deyə Uğuru da yazdırdıq. Mehrini əlavə olaraq rəsmə də yazdırmışam qızlar. Bu da Mehrinin rəsmindən ilk dərsidir. İlk dərs günündə çəkdiyi rəsmidir. Qəşəng belə ləvazimatları falan hər bir şeylərini almışam. Bu arada ümumiyyətlə yəni rəsm ləvazimatları da çox bahaymış. Yəni dövlətə yazdırmışam. Yəni özəl bir kurs deyil də. Pianonun qiyməti aylıq 30 manatdır bir uşaq üçün. Rəsm qiyməti isə aylıq 25 manat 50 qəpikdir. Amma inanırsınız boyaları, nə bilim, digər ləvazimatları o 25 manatdan da daha qat-qat üstün çıxdı da. Yəni kassada qız deyir ki, mən özüm də deyir rəsmlə məşğul olmuşam. Rəsm ləvazimatları belə baha olur. Nəysə, indi hələ ki başlayıbdır. Görə inşallah nə vaxta qədər davam eləyə bilərik. Düşünürəm ki, bəlkə də məktəb vaxtı çox da vaxt eləyə bilməz. Gimnastikaya gedir, pianoya, bir də rəsmə gedir. İndi bilmirəm bunlara çatdıra biləcək yoxsa yox. Bu arada qızlar bu aranın pərdəsini də çıxartmışıq. Keçən həftə artıq kondisioneri yandırmışdıq. 2-3 gün demək olar ki, ard-arda kondisionerimiz yandı. Yəni səhərdən axşama qədər kondisionerdə yatası olduq da, belə deyim. Biraz buranı açım, havası dəyişsin. Səhər buradan gün çox düşür, buradan da vurur. Ona görə bağlayıram ki, otaq biraz sərin qalsın. İndi istəyirəm biraz kitab oxuyum qızlar. Deməli, bu ara Elxan Elatlı'nın Seçilmiş Cəza əsərini oxuyuram. Bundan öncə Susmuş Qadını bitirdim. 2-3 gün ərzində onu bitirmişdim. 370 səhifəlik kitab idi. Oxuyanlar bilir. Çox maraqlı əsər imiş. Açığı Elxan Elatlı'nın əsərləri dəstəxətli ümumiyyətlə eynidir demək olar ki. Yəni qətl olur, qətlin üstünü mütləq şəkildə Qanbay Qasımlı gəlməlidir, açmalıdır. Sonda bir tərs köşəsi olur. Yəni heç ummadığımız bir adamlar da çıxır qatil. Susan Qadının sonluğu çox xoşuma gəldi. Yəni mən Elxan Elatlı'dan elə də çox kitab oxumamışam. Susan Qadın 3-cü oxuduğum kitab idi. Ondan öncə 2 dənəsini oxumuşdum. Yox, 4-cü oxuduğum kitab idi. Ondan öncə 3 dənəsini oxumuşam. Yəni hamısında demək olar ki, eynilik idi, amma Susan Qadının sonluğu çox xoşuma gəldi. Elə bil ki, mən istəyən kimi bitdi də, konkret olaraq mən istəyən kimi bitdi. Düşünürdüm ki, yəni Eyvaz günahsız da olsa bunun bir şəkildə cəzasını çəkməlidir. Elə də oldu sonluğu. Çox bəyəndim. İndi bu əsərə keçmişəm, bunu oxuyacağam. Başlamışam, başından biraz oxumuşam, amma sonra evdə imkan olmadı, oxuya bilmədim. İndi boşan vaxtım var, oxumaq istəyirəm. Bu kitablar bu arada Susan Qadındır, budur. Bir də bundan sonra yenə də bir dənə də Elxan Elatlı'nın kitabı var. Bu kitablar mənim kitablarım deyil, iş yoldaşımın kitablarıdır. Digər iş yoldaşıma vermişdi oxumağa, o da qaytardı. Mən götürdüm, dedim oxuyum, sonra sentyabrda qaytararam sənə. Birini oxudum, Susan Qadını ilə kafedrada qoydum, çıxdım. Bu ikisini də oxuyub, inşallah ki, iş açılanda özümdən aparacağım. Qızlar, deyəsən siz bugün məni ancaq, belə deyim, eyni yerdə, eyni məkanda görəcəksiniz, evin bir hissəsində, yəni eyni hissəsində görəcəksiniz. Günüm səhər açılandan burada keçibdi. Biraz başımı qatdım, biraz kitab oxudum. Daha sonra gördüm, acmışam, gətirdim, yemək isitdim. Yenə təzədən televizoru açdım. Dünənləri makaron pişirmişdim, bayaq da demişdim. Makaronu pişirdim, bir xeyli də pişirmişdim də, yəni bir paket təmiz istifadə etmişdim. Hamımız evdəydik, düşündüm ki, yeyiləcək, amma axşama doğru yoldaşım uşaqları parka apardı, mən getmədim, işim var idi. Onlar getdilər parka,
Oradan yeyib gəlmişdilər. Ona görə yeməyimiz çox qaldı. Günortaya yemək yəni problemim yoxdur. Yemək bişirməyəcəm. Paltarları sadəcə olaraq uzun müddətə qoymuşam. Hələ ki şey olmayıb, qurtarmayıbdı. Bir dənə onları sərəcəm. Dedim yeməyimi yeyim. Yemək yeyəndən sonra yəqin biraz da kitab oxuyaram. Biraz başqa işlərlə də məşğul olacağam. Düzdür, hələ ki demək istəmirəm o barədə. İnşallah ki o işlərlə də məşğul olacağam. Bir də qızlar bu arada onu deyim. Düşünürsünüzsə ki, yəni belə deyək də məzuniyyətim ancaq elə evdə keçəcək. Yox, inşallah ki keçməyəcək qızlar. Mən avqustun 24-dən 30-na qədər Həmkarlar Təşkilatından bütöv deyək də istirahətə göndəriş götürmüşəm. Nabrana gedəcəyik inşallah. Nabranda bəlkə də bəziləriniz bilərsiniz, təhsil işçiləri üçün təhsil istirahət mərkəzi var. Ora gedəcəyik inşallah. Amma hələ ora gedənə qədər Bakıdayıq. Bəlkə bəzi başqa planlarımız da olsun. Yəni bütün məzuniyyəti bu formada keçirmək fikrim yoxdur, niyyətim yoxdur. Onsuz da belə keçirsəm maraqsız da olar. Yəni nə qədər kitab oxuyasan, nə qədər Lego yığasan, nə bilim, nə qədər bu televizora baxasan mümkünatı yoxdur. Evlə bağlı elə bir çox işim yoxdur. Keçən səfər də demişdim ki, məzuniyyətə çıxmadan öncə işlərimi yekunlaşdıracağam. Şükür yekunlaşdırdım da. Sadəcə olaraq rutin ev işləri görəcəm, arada təmizlik eləyəcəm və salam. Yəni elə bir ciddi işim yoxdur. İnşallah ki, hələ görək qabaqda nələr olacaq. Yoldaşım yəqin ki, 1-2 günlük Naxçıvana gedəcək. Dostu ora dəvət eləyibdi. Sonra bilmirəm, rayonlardan hansısa birinə gedəcək ya getməyəcək, bu barədə danışmamışam. Amma istirahətimiz var. İnşallah ki, ayın axırı gedəcək. Gün elədim. Bu arada paltarları da sərdim, qurumağa qoydum. Çöldə küçədə iş gedir, biraz səs-küydür. Hə, nə deyirdim? Gün elədim. Biraz dincəldim, biraz nə bilim. Gördüyünüz kimi öz xoşladığım işlərlə biraz məşğul oldum. Əslində baxın, ütülənəcək paltarım var, amma nəsə eləmək fikrim yoxdur. Sabaha planlayıram ki, bəlkə evləri yığışdıraram. Düzdür, evlər təmizdir. Yenə də bəlkə sabaha işlərimi saxlayaram, elə çatdırsam. Paltarları da ütüləyərəm. Neysə ki, qızlar, günü bu şəkildə başa vurdum. Uşaqlar hələ gəlməyiblər. Uşaqların evdə olmamağı biraz mənə nətər deyim, elə bil göydən düşmə oldu da, əsl istirahət oldu, əsl dincəlmək oldu. Düzdür, yəni uşaqların böyük uşaqlardır, yəni körpə deyillər, hansısa bir qulluq tələb etmirlər, amma yenə də özünüz bilirsiniz də, yəni bəzən olur ki, uşaqlar məsəl üçün bir arada çox da dava da eləyirlər. Yəni adətən məsəl üçün 2 oğlan anaları şikayət edir ki, bütün günü dalaşırlar falan filan. Düzdür, yəni oğlan uşaqlar biraz belə əlbəyaxa çıxmağa da meyillidirlər. İndi bunların biri qızdır, biri oğlan. Amma yenə də davaları əksik olmur qızlar. Bütün günü didişirlər, deyişirlər. Yəni bəzən olur ki, fikirləşirəm, deyirəm ki, məktəb açılsaydı canımız qutarardı. Yəni uşaqlar evdə biraz darıxırlar, eləyirlər. İndi məsəl üçün bugün getdilər, anamgildə oldular. Vaxtlarını əminəm ki, orada yaxşı keçirdiblər, bacım uşağı ilə falan yaxşı keçirdiblər. Onlar üçün də dincəlmək oldu, belə deyim. Mənim üçün də dincəlmək oldu. Açığı Uğur necə ki balacaydı. Tez-tez mən Uğuru göndərirdim anamgilə və özümlə məşğul olurdum. Evdə nəsə bir işim olanda göndərirdim, orada qalırdı. Amma Mehrin anadan olandan sonra Uğur artıq qalmamağa başladı, qızlar. Qalmamağa başladı və çox elə göndərə bilmirdim. Mehrin biraz böyüdü, sonra ikisi gedirdilər, qalırdılar. Daha sonra Uğurun artıq məktəbi başladı, elə göndərə bilmədim. Yəni ki, çox nadirən belə hallar yaşanırdı ki, uşaqlar evdə olmasın və mən nəsə eləyim də. Düzdür, arada olur, məsəl üçün yoldaşım uşaqları gəzməyə aparır, ora-bura aparır özü ilə. Amma yenə də bugün bütöv məndə olmağı həqiqətən mənim üçün tapıntıya bərabər bir şey oldu. İstədiyim kimi kitab oxudum, kinoya baxdım, istədiyim işlərlə məşğul oldum. İndi də istəyirəm biraz baxım eləyim və dincəlim. Arada dincəlmişəm də, günorta yuxusuna da yatmışdım qızlar. Uzun müddət idi ki, günorta yuxusu yatmırdım. Nəysə ki, günüm çox yaxşı keçdi. İndi istəyirəm bu maskanı eləyim, biraz üzümə baxım eləyim. Belə, günü də burada başa vurum.